Salam, hörmətli izləyicilər. 1850-ci illərdə Krım yarımadası Rusiya imperiyasının nəzarəti altındaydı. Lakin ondan çox-çox əvvəllər bu yarımada, yəni Krım yarımadası Osmanlı imperiyasının nəzarətində olmuş və tamamilə ona məxsus olmuş bir yarımada, bir ərazi olmuşdur. Lakin bildiyiniz kimi zamanla deməli Osmanlı imperiyası zəifləməyə başladı və bunu özündə fürsət görən Rusiya imperiyası Osmanlıya qarşı müharibə elan elədi. Osmanlının zəif vaxtları idi. Deməli, tamamilə oranı ələ keçirmək məqsədi ilə bir müddət Osmanlı imperiyası ilə Rusiya arasında müharibə getdi və bunu görən Rusiya, İngiltərə və Sardiniya krallığı Türkiyəyə kömək etmək istədilər. Daha doğrusu kömək elədilər. Çünki bu ərazilərin Rusiyanın əlinə tam keçməsi deməli, dünyanın bütün ticarət mərkəzlərinə yolun Rusiyanın əlinə keçməsi idi. Yəni, Fransa, İngiltərə və Sardiniya krallığının Osmanlı imperiyasına kömək etməsi əksinə türklərin xeyrini güdmürdülər, onları özlərinə müttəfiq bilmirdilər. Amma yenə dediyim kimi, Rusiyanın daha çox hegemonluq etməsinin qarşısını almaq üçün bu müharibəyə qoşuldular və Rusiyanın imperiyası deməli zəifləməyə başladı, iqtisadiyyatı dağıldı və beləliklə də 1856-cı ildə mart ayının 30-da deməli Parisdə Paris sülh müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən deməli Qara dəniz neytral zona kimi elan olundu. Heç bir ölkə ora deməli hərbi gəmi çıxara bilməz. Nəinki hərbi gəmi çıxara bilməz, hətta Qara dənizin ətrafında hərbi işlər görməyə qadağan olundu. Onu da deyim ki, bu sülh müqaviləsini imzalayanlar Fransa, İngiltərə, Sardiniya krallığı, Osmanlı imperiyası deməli diplomatik nümayəndəlikləri imzalamışdılar. Sonradan deməli Rusiyanın iqtisadiyyatı zəiflədi və Sevastopol və Krım və onun ətrafında olan şəhərlərin deməli hamısı əksəriyyəti deməli Fransa və İngiltərənin əlinə keçmişdir. Lakin bu da Rusiyaya deməli baha başa gəldi. Rusiya çoxlu miqdarda təzminat ödəməsə də deməli Qara dənizdən məhrum oldu. Ora yenə dediyim kimi hərbi gəmi çıxarda bilmədi və ətrafında da hərbi işlər görə bilmədi. Rusiya və İngiltərənin bu müharibəyə qoşulması dediyim kimi Rusiyanın dünyanın ticarət yollarına nəzarət etməməsi üçün Türkiyəyə bu müharibədə kömək etdilər. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.